Sosial şəbəkələrinin idarə olunmağı barədə daha əvvəl məlumat vermişdim. Deməli, bu şəxslər azadlıqda deyək, xüsusi xidmət orqanında oturan, bu media nəzarətdə olan bu alçaq, şərəfsiz, bu nə bilim mən nə söz deyim, bu təxribatçıya, bu vahabiyə. Deməli, məsələ nədir? Bu məsələləri They said learning a new language was. They said learning a new language. deməli, bloklamaq qeyri-mümkündür. Deməli, bu Əbdülvahabdan əmələ gəlmə, bu vahabiyə, bizim cənab nazir Dura-Dura, General Nağıyev, General Polkovnik Nağıyev Dura-Dura, xüsusi xidmət orqanı naziri Dura-Dura, bu Əbdülvahabi, bu Əbdülvahab tutumundan əmələ gəlmə, vəzifəsindən sui-istifadə edərək hal-hazırda Kənan Hacıyevlə də bir yerdə və digər öz vəzifəsindən istifadə edərək bir növ sosial şəbəkəni nəzarətdə saxlaya bilir. Bu adamlara özləri sosial şəbəkə üzərində, bu şəxslər özləri sosial şəbəkə üzərində proqramlar, yenə deyirəm, qurbanın, bu indiki vəziyyətdə qurban mən sayılıram. Qurbanın maraq dairəsi təyin olunur. Təyin olunduqdan sonra onun sosial şəbəkələrinə bir növ belə proqram təminatları, oyunlar və s. İlaxır bu növ tipli şeylər göndərir ki, sənin Android mobil telefonun var, bunu yükləyəsən. Yükləyəndən sonra qeyri-ixtiyari olaraq həmən proqram təminatı bu şəxslər tərəfindən nəzarət altında olduğuna görə sənin rahat telefon zənglərinə də qulaq asa bilirlər, rahatlıqla mobil telefonun kamerasına qoşulub sənə də izləyə bilirlər. Yəni bir növ bütün nə lazımdır sənin haqqında məlumat yığırlar. Ki sənin bir növ zəif yeri tapsınlar ki, bu indiki vəziyyətdə mənim şikayətlərimin qarşısını almaq məcburiyyətindədirlər, belə deyək. Bu metoddan Cavidov qardaşın yanında işləyən Yusif adında bir yoldaş da istifadə elədi bu şaurmaçıların. Şaurmaçı Murad Usta, Cavidov Fərhaddır, Cavidov qardaşları da onların qohumudur ki, bir növ məni öz nəzarətləri altına saxlaya bilsinlər və onlar haqqında bildiyim məlumatları mən kimləsə paylaşa bilməyim. Əlavə olaraq da ki, mənim mobil telefonum, yerləşdiyim yerlər və digər mənim haqqımda gündəlik olaraq məlumatları bu şəxslər əldə edə bilsinlər. Cavidov qardaşlarının yanında işləyən Yusif Kassir belə bir metoddan istifadə elədi və mənə bildirdi ki, telefonuma Şarkı Evreni deyilən bir proqram yazım. Şarkı Evreni proqramı da Türk proqramistlər tərəfindən həyata keçirilmiş bir proqram tətbiqidir. YouTube-dan və digər sosial şəbəkələrdən belə deyək də mahnıları və video görüntüləri mobil telefonu yüklə biləsən deyə. Mən belə dostlarımdan alçaqlıq gözləməzdim. Mən dostlarımdan belə şərəfsizlik gözləməzdim. Yəni mənim dost qardaş bildiklərim bir qrup vəzifələrindən sui-istifadə edərək Azərbaycan dövlətinin əleyhinə yaradılmış cinayətkar dəstə və dəstə üzvlərinə köməklik, dəstək göstərdilər. Məni satmaq şərti ilə. Və vaxtikən tanıdığım yüngül əxlaqlı qadın, xanım deyək də, qadın deməyək, Süleyman və Xəyalə Zahid qızı da bu şəxslərə birbaşa olaraq dəstək və daimi olaraq köməklik göstərirdi. Süleyman və Xəyalə Zahid qızı məni daimi olaraq bu şəxslərlə bir növ əlbir olaraq da, bu şəxslərlə əlbir olaraq fake səhifələr yaradırdı. Kənan Hacıyevin tərbiyəsiz bacısıdır, Kənan Hacıyevdir, NZS-in bu direktorunun narkoman oğludur, qardaşı oğlu Cavid Xakirdir. Bütün IP ünvanlar, mən hara internetə daxil oluram, hara internetdən çıxıram, daxil olan kimi başlayırlar kiber hücumlara mənə qarşı kiber hücumlara keçirirdilər və bu kiber hücumlar Süleyman və Xəyalə məni bunların ayağına verərək, bu şəxslərin əlbir olaraq, daimi olaraq mənim xaker olmağımda və kiber cinayətçi olmağımı sübutlar axtarırdı. Real həyatda, yəni ki, virtualdan çıxdıq artıq, bu internetə gedən proseslərdir. Mən hər hansı bir internet saytına daxil olmağına fərq eləmir. Instagram, TikTok fərq eləmir də. Bu şəxslər mənim orada daxil olduğumu dərhal bilir. Və başlayırlar, belə deyək də, nələyiq ifadələr, dövlət əleyhinə açıq şəkildə çıxışlar, prezidentin ünvanına söyüşlər, təhqirlər, Leyla xanımın ünvanına söyüşlər, təhqirlər və s. Və öz çirkin, bədirli fikirlərini Azərbaycan dövlətinin və hakimiyyətinin əleyhinə olan fikirləri irəli sürə bilsinlər deyə, necə ki, Kapital Bank dələduzluğunu həyata keçirirdilər,
necə ki digər cinayətləri həyata keçirirdilərsə, xarici vətəndaşların əli ilə əlbir olduqları Türkiyədə, Ukraynada və Rusiyada əlbir olduğu şəxslərin əli ilə həmin metodla da dövlətin əleyhinə artıq rahatlıqla çıxış və bəyanatlar irəli sürürdülər. Bunlara gedir möhtərəm prezidentimizin ünvanının, ailəsinin ünvanına şərlər, böhtanlar bunlara aiddir. Bunlara aiddir möhtərəm prezidentinin qızının ailəsi haqqında olan təhqirlər, bizim dəyərli Mehriban xanımızın ailəsi haqqında təhqirlər, söyüşlər. Buna deyirlər ki, manipulyasiya və salam. Bu şəxslər durmadan Azərbaycan vətəndaşlarına qarşı kimlər ki, normal, sağlam düşüncəyə malik insanlardırsa, bu şəxslər sadəcə olaraq onların əleyhinə bir növ belə deyək də işlər görürlər. Və daimi olaraq psixoloji təsir, təzyiq və manipulyasiya altında saxlamaqla bu adamlar Azərbaycan xalqına qarşı, dövlətinə qarşı kin və küdürət yaratmaqla məşğuldurlar. Əlavə olaraq da onu bildirmək istəyirəm ki, bir dəqiqədə yenə baxaq. They said learning a new language Bunu mən yenə atıram bloka, xeyri yoxdur. was too Xeyir eləməyəcək də. Başıma çox sayda hadisələr gəlib. Bu cinayətkar dəstənin başında duran əsas şəxslərdən biri də Şüydəxana Cəlçəkmə müəssisəsinin rəisi vaxtilə olan Elnurun qohumu Bəhəddindir. Bəhəddinin özü Zakir Qaralovun dövründə, Baş prokuror Zakir Qaralov dövründə xidmət edən dövrdə Zakir Qaralovun əlaltılarından biri olub və özünü də kriminal avtoritet hesab edən bir axmağın və təlxəyin biridir. Razin ərazisində yaşayır və hesab edir ki, bu Bəhəddin bizdə güyəndə Azərbaycanın kriminalını idarə edən şəxslərdən biridir. Nə cənab nazir Vilayət Eyvazovdan qorxurlar, nə cənab nazir Nağıyevdən qorxurlar, nə də ki general Rızayevdən qorxurlar. Heç kimlərə qarşı qorxuları yoxdur. Çox gözəl də sistem qruplar və istədikləri qədər, azad şəkildə rahat cinayətkarlıqla məşğul ola bilirlər. Sözün əsl mənasında sözkəsən Bəhəddin adlı şəxs, hansı ki Razin ərazisində yaşayır, 5 mərtəbəli villada, doğum evinin yanında. Deməli, sözün əsl mənasında bu cinayətkar dəstənin təlimlərini verən, Əl-Hüseyn Salahzadəyə türmə həyatını başa salan, Məhəmməd Paşazadəyə narkotik dövriyyəsinin satışını izah edən də məhz Bəhəddin adında şəxs olub. Digər bu cinayətkar dəstə üzvlərinin havadarlarından biri Acun Kazımovanın keçmiş həyat yoldaşı İlqar adında şəxsdir, hansı ki özü dəfələrlə cəzaçəkmə müəssisəsində olub və cəzaçəkmə müəssisəsində olduğu dövrlərdə qorxaq bir insan olduğuna görə ümumi hamı ilə bir yerdə yox, kənarda musikantlarla bir yerdə cəzasını çəkib və həmin illərdə cəzaçəkmə müəssisəsində olan şəxslər də onu İlqarə ləqəbi ilə tanıyıblar. Bu cinayətkar dəstənin başqa bir havadarı və yaradan şəxsi Sumqayıt Arif ləqəbli bir şəxsdir. Onun oğlu Kənan adında oğlandır, onlar Sumqayıtda yaşayırlar və Hacı Cəfərin, Hacı Cəfər deyək də, Allahçı Parazadənin qudasının maddi dəstəyi ilə Ayusta şirkəti yaradılaraq məni bu şirkətə cəlb elədilər. Hələ də günü bugün də bu adamlar yenə sosial şəbəkələrə müdaxilələr gedir. Gördüyünüz kimi bundan əvvəlki bəzi proqram təminatları var ki, gedib çıxır Türkiyəyə, Rusiyaya və Ukraynaya. Bu, Kapital Bank dərəcəli dəstə xəttində bu şəxslərlə əlbir olan şəxslərdirlər. Hansılar ki, bank hesabından pullar köçürülmək, çıxmaq uğurlananda məhz gedirdi xarici vətəndaşlara, Türkiyə və s. Və hər hansı bir proqram təminatı da yaradılanda mobil telefonla nəzarət edirlər, öz qurbanlarının bir növ mobil telefonu nəzarət altında saxlayırlar ki, qurban gün ərzində nə ilə məşğuldur, maraq dairəsi nədir? Mənim halımda, mənim vəziyyətimdə maraq dairəm hal-hazırda belə deyək də, biraz təhsilə marağım olduğuna görə gördüyünüz kimi belə bir şeylər göndərirlər və hələ də bunların hamısı azadlıqdadır. Mən anlaya bilmirəm, Azərbaycan Demokratik Respublikasını, Azərbaycanın azad, suveren ölkəsini Vahabilər idarə edir bəyəm? Xeyr, Vahabilər idarə eləmir. Mən anlaya bilmirəm, bu ölkədə misal üçün, yəni düzdür, Allah prezidentin canını sağ eləsin, kim nə deyirsə, uzun ömür, bəkcan sağlığı versin. Bizim prezidentimiz çox humanist bir insandır, çox gözəl bir insandır. Allah onu özü qorusun. Yəni, əgər bir şəxs humanizm, bir şəxs azadlıq şərait yaradırsa, kimlərəsə, söhbət gedir radikal mövqeyə sahib olan bir qrup şəxslərə. Əgər möhtərəm prezidentimiz, hüquq mühafizə orqanları və digərləri bu təriqətçilərə, bu axmaq şəxslərə şərait yaradırsa, bu o demək deyil ki, bu adamlar belə bu qədər qudurmalıdırlar, bu vahabilər.
ölkə daxilində vətəndaş məlumatlarını xaricə göndərməlidirlər. Vəzifələrindən sui-istifadə edən şəxslərin əlbir olaraq Azərbaycan dövlətinin əleyhinə banda yaratmalıdırlar. Belə bir şey yoxdur axı. Mən hesab edirəm ki, burada bizim möhtərəm prezidentimizin ürək yumşaqlığı da göz önündədir. Mən hesab edirəm ki, burada cənab nazir, general polkovnik Vilayət Eyvazovun ürəyinin yumşaqlığı göz önündədir sadəcə olaraq. Yəni mən olsam qətiyyətli şəkildə bu cürlə həyasızlara heç bir cinayət törətməyə qətiyyən şərait yaratmazdım. Bu artıq bir kiber cinayətkarlıq deyil, bu artıq kiber həyasızlıqdır. Bir növ həyasızlıqdır. Bunların başında duran şəxslərin də adları var. Yüşki xidmətinə bir daha deyirəm ki, ayıb olsun, həqiqətən ayıb olsun. Bu adamların mənim başıma asmadığı oyun qalmadı. Və bu şəxslər öz törətdiyi cinayətləri qurbanların izləməlini gizlətmək vasitəsilə Yüşki xidmətinə də 2021-ci ildə məni dəli kimi qələmə verdilər ki, öz çirkin Azərbaycan dövlətinə və xalqına qarşı olan əməllərini gizlədə bilsinlər. Yüşki xidmətinə həqiqətən ayıb olsun, Yüşki xidmətinin rəisinə ayıb olsun. Gəlin məsələni başqa cür qiymətləndirək. Gəlin hesab eləyək ki, bu şəxslər İrana cəsusluq edir. Halbuki bunların cinayətlərindən biri də Məhəmməd Parazadənin Azərbaycan narkotik dövrəsini İrandan gətirmək olub. İrandan və Türkiyədən narkotik gətirmək olub. Masajda da adlar qeyd eləmişəm, kimdən narkotik satırdılar. Bundan əvvəl də bir İranlı bariqa mənim yaşadığım yerindən üzbəyüz, indiki başqa bariqanın yerində orada narkotik satırdı. Həmən o İranlı. Məsələ indi bundan ibarətdir ki, bunlar Kapital Bank dələduzunun dəstək xətti ilə və indi gördüyünüz sxem əsnasında narkomanlar da belə salırlar öz tələlərinə və öz tələsindən salmaq şərti ilə öz bariqalarını yeni narkoman tapmaqla öz bariqalarına istiqamətləndirirlər ki, rahat alver eləyə bilsinlər. Mən hesab edirəm ki, bu adamlar Kapital Bank dələduzluğu, Azərpost dələduzluğu dəstək xətti ilə mənim sizə böyük bir narahatçılıq var ki, Azərbaycan dövlət daxilində strateji əhəmiyyətli obyektlərin də mövqelərini göndəriblər. Nəzərə alsaq ki, bu cinayətkar dəstənin başında duran şəxslərdən biri məhz xüsusi xidmət orqanı əməkdaşıdır və onun özü də Vahabidir və aşkar şəkildə Vahabiliyi təmsil edir, aşkar şəkildə Vahabiçiliyi yaymağa çalışır ölkə daxilində və radikal mövqeyindən də əl çəkmir. Və onun əlaltılarından olan hamı, Musa, Ramil, Nofər Mahmudov, sonra Sumqayıtdan Mahir, sonra 2 dənə də Vahabi vardı şeydə. Hansı ki Əhməd Oşraf mən onlarla güya ki tanış eləmişdi. Bunların hər biri bizim Azərbaycan xalqının düşmənləridirlər. Hər bir prezidentin düşmənləridirlər. Daimi olaraq onun ünvanına çox nalayiq sözlər deyirlər. Mən hesab edirəm, mən bu bandaya təxribatdan başqa bir ad qoya bilmirəm. Bu sadəcə o təxribatdır və salam. Bu şəxslər sosial şəbəkələrin idarə olunmağı vasitəsilə Azərbaycan dövlətini, hökumətini və Azərbaycan xalqını daxilən çöktürmək istəyirlər. Bu adamlar düşməndirlər, bir daha qeyd edirəm. Bu adamlar Azərbaycan xalqının milli mənəvi düşmənləridirlər. Bu şəxslər Azərbaycan dövlət və dövlətçiliyin əleyhinə aşkar şəkildə qərəzli bir mövqeyə sahibdirlər və həmin o qərəzli mövqelərindən hələ də əl çəkməyiblər. Gördüyünüz kimi, bir polis əməkdaşının hansısa bir dəfələrlə cinayət çəkmə müəssisəsində olan bir şəxslə əlbir olaraq banda yaratmağının özü bir təxribatdır. Xüsusi xidmət orqanında Vahabilinin işləməyinin özü böyük bir səhvdir, səhv bir yanaşmadır. Xüsusi xidmət orqanı əməkdaşı heç bir halda hər hansı bir dinin, təriqətin dəstəkləyicisi və tərəfdarı ola bilməz. Bu xidmət orqanının daxili nizamnaməsinə olaraq zidd olan bir şeydir. Bu xidmət orqanı əməkdaşı bir mənalıdır ki, bu neytral və sağlam və realist bir mövqedə qalmalıdır. Neytral, sağlam, realist bir mövqe saxlamalıdır. Və saxladığı hər bir mövqe dövlətinin və xalqının lehinə olan mövqe olmalıdır ki, mən indiki bu vəziyyətdə xüsusi xidmət orqanında işləyən bu Əbdülvahabdan əmələ gəlmədə belə bir mövqe müşahidə eləmirəm. Hal-hazırda bu şəxslər cinayət izlərinin itirilməsi ilə məşğuldurlar. Cinayət izinin itirilməsi deyirlər buna. Bu da təbii ki, psixoloji təsir, təzyiq adlanan bir metod istifadə edirlər. Bu metodları ancaq bizim xüsusi xidmət orqanında işləyən əməkdaşlar bilirlər. Mən ümid edirəm ki, bizim dəyərli Baş Mütəşəkkil Cinayətkarlığı Mübarizə İdarəsinin rəisi bir növ bu məsələyə reaksiya bildirsin, təcili bir reaksiya bildirər bu təxribatçılara qarşı. Mən tələb edirəm ki, Hacı Cəfər Dinəz Zibildi, bu Amerikada oturan təxribatçı Azərbaycana gəlsin. Bu cinayətkar dəstəyə maliyyə dəstəyi göstərdiyinə görə
narkotik dövrəsinə mali dəstək göstərdiyinə görə. Ola bilər ki, elə təlimatları Hacı Cəfər verib bu bandaya və bu adamlar təlimatları da Amerikadan alıblar. Gördüyünüz kimi çox saylı cinayətlər ortada və qanuni yolla təxribatın nə olduğunu da izah eləmək istəyirəm. Nədir təxribat? Hər hansı bir dövlət daxilində xarici vətəndaşların əli ilə törədilmiş cinayət bu artıq təxribatdır. Bizim vəziyyətdə artıq bu təxribat illərin təxribat planıdır. Mən hesab edirəm ki, bu təxribatın da arx duran şəxs Allahçı Parazadənin ailəsidir. İrana meyilli, Farsa meyilli. Bundan əvvəl də Nağdəran hadisələrində baş vermiş hadisələr İranda olan farsların bu molla rejimi ilə yaşayan insanların Azərbaycan azad xalqına olan mövqeyinin aşkarca nümayişi idi. Mən ümid edirəm ki, bizim bu banda başçısı, dövlət təbii xidmətində oturan bu alatavalı, bu zərrə qədər namusu, qeyrəti olmayan şəxs bu pis əməlindən əl çəkər. Mən buna ümid edirəm. Mən ümid edirəm ki, xüsusi xidmət orqanında oturan əməkdaşlar cənab nazir General Polkovnik Nağıyevə bu barədə məruzə eləyər və eləməlidir də. Bir daha qeyd eləmək istəyirəm ki, Azərbaycan dövləti virtual şəbəkələri təhlükə altındadır. Azərbaycan xalqının məlumatları, Azərbaycan xalqının məxfiliyi bir növ təhlükə altındadır. Bu təhlükəni də yaradan Allahçı Parazadənin ailəsidir, Kənan Hacıyevin ailəsidir, baş əməliyyatçı İbrahimin ailəsidir. Özünü avtoritet hesab edən İlqarədir, oğlu Suçunyor Turaldır. Kriminal avtoritet özünə hesab edən Alfons Bəhəddindir, razində yaşayan. Şurdaxanı Cərçəkmə müəssisəsinin rəisi Elnurdur, bu cinayətkar dəstəyi duran. Yəni, bu adamlar özlərini mafiya hesab edir. Kim hesab edirlər bunlar? Nə hesab edirlər? Mənə hələ də məlum deyil. Ağıllarına nə gəlir onu deyirlər. Kimə güvənirlər? Kimə güvənirlər? 102 xidmətinin savadsızlığına güvənirlər. Kimə güvənirlər? Kənan Hacıyevə, baş əməliyyatçı İbrahim və bunların şöbə rəislərinə güvənirlər. Kimə güvənirlər? Mirqafar Seyidova güvənirlər. Əsas başda duran, üzr istəyirəm ifadə edir, Cibanın başı Mirqafar Seyidovdur. Daxili İşlər naziri tamamilə alıb əlinə, ağlına nə gəlir onu deyir. Ki, bu şəxslər cinayətləri ifşa olunmasın. Yəni, vəziyyət indiki vəziyyətlə bundan başqa özü qiymətləndirə bilmirəm. İnşallah ki, tezdən hamısı həbs olarlar. Mən şəxsən xahiş edəcəm ki, bu adamlara ömürlük həbs verilsin. Başda Mirqafar Seyidov olmaqla. Çünki bu adamlar ömürlük həbsə layiqdirlər.